sahibkarımızdır. Yazıblar ki, Nahida Xoşqədəm xanıma da oxşuyur. Mən əzəldən də demişəm ki, oxşuyurlar. Bəli. Yox, o birinci versiyası bəli. Belə hərəkətlərdə də oxşuyursunuz. Bəli. Amma Davranışlarda. özümə. Baxıb özünü güzel. Baxıb özünü güzəlmişəm. Bəli. Allah elə xanımlarımız. Görürsünüz, izləyicilər də deyir, çox oxşuyurlar. Allah Xoşqədəm xanımın o 3 dənə balasını saxlasın. Arda, Arın, o birisinin adını bilmirəm, amma Xoşqədəm xanım nədir? O birisinin adı nə idi? Xoşqədəm xanımın o birisi oğlunun adı nə idi? Bilmirəm. Allah onun 3 dənə balasını saxlasın. Çünki Xoşqədəm xanım özü çox əziyyətlər çəkir. Düzdür. Zaurdur. Aynı Nahida deyir, o bir dənə oğlunun adı. Nə? Xoşqədəm xanımın o birisi oğlunun adı Allah saxlasın, Zaurdur. Zaur bəy Allah saxlasın. İnşallah Xoşqədəm xanım bəy oğlunu toyda görək. İnşallah. İnşallah. Gedərsən də yəqin Ayda. Niyə getmirəm? Çünki əgər mən onun bu qədər fanatıyamsa, niyə getməyim? Düzdür. Mən fanatıyamsa, niyə getməyim? Əgər çox istəyirəmsə, sevirəmsə, niyə də getməyim? Yoldaşımdan xahiş eləyərəm, götürəm. İnşallah. O mənim Xoşqədəm xanım mənim ürəyimdir. Kimsə mənə deyib dolaşsa indən belə, qarşısında Xoşqədəm xanım görəcək. Bəs Xoşqədəm xanım kimsə dəyib dursa qarşısında kim görəcək? Məni. Elə bilmə belli deyəcək, inansa. Məni. Bir-birimizə dəstək, o mənə dəstək olacaq, mən də ki, o lazım olan başqalarına. Yox, pul almayacaq, xeyr, pul almayacaq. Şəfəq xanım onu belə. Şəfəq xanım, Makyaj bir də saç hədiyyə edirəm. Sən şəhid eləyərsən. Ay, təşəkkür edirəm, çox sağ olun. Saç istəyir, hədiyyə edəcək. Allah 41 bir yoldaşım salona göndərmişdi. 41 lirə getdim, 70-80 manata, Allah almasın, ya da 100 manata. Getdim bir dənə buradan saç götürdüm Türkiyəyə gedəndə. Allah'ın dostu yoldaşım. Mavişin ikisini canım. Qırqına çıxdı ki, bunun saçının uzun kəsiblər yoxsa yox. Saçını özü tərsinə vermişdilər bizə. 100 manata satmışdı da. Sağ ol ya. Saç deyil də, belə təbii, belə sünni. Tanıdın da Maviş xanımı, Nahida xanımdır. Nə deyir? Sizə baxırlar, deyir, nə gözəl xanımdır. Deyirəm, Nahida xanımdır. Təşəkkür.